Salam mənim canlarım, necəsiniz? Bu gün sizlərə ilk qədərsəl döngünüzü hansı yaşda yaşamısınız, onu hesablamağı öyrədəcəm sizə. Videoya keçməzdən öncə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın ki, kanalımızda bu cür videoların sayı çoxalsın. İndi isə keçək videomuza. Misal üçün, bu şəxs ayın 5-i, 10-cu ay və 2002-ci ildə dünyaya gəlibdir. Burada biz 5-in olduğu kimi yazırıq. 1 və 0-ı toplayanda yenə 1, 2002 isə 4. Bu rəqəmlərdə isə 5 ilə 1-i toplayırıq 6, 1 ilə 4-ü toplayırıq 5, burada isə 6 ilə 5-i toplayırıq 11. Belə bir paxlava formasında siz də çərçivəyə alın ki, unutmayasınız. Və burada bunların da cəmi olur 23. Deməli, bu şəxsin ilk, yəni qədərsəl döngü, belə deyim ki, taleyindəki ilk dəyişiklik, şəxsiyyət cəhətdən və yaxud da ki, başqa cəhətdən ilk dəyişildiyi, çevrildiyi tarix onun 23 yaşı olacaqdır. Sağ olun.